Salam uşaqlar. Tez bazar mən bu şeyi həll edeyim. Tapşırığı. Müəllimin bugünkü tapşırığı bunları Excel'dən Word'ə köçürtmək və onları ayırmaq. İndi mən başa salacağım, siz deyin. Belə seçirik. Amma siniflərin hamısını ayrı-ayrı. Uşaqlar hamısı ayrı-ayrı olmalıdır. Müəllim bir mənə tapşırıq verdi az öncə ki, belə hamısını 5-6 sinifi belə seçib elə ayırmaq. Mən də bir yoxlayacağım onu. 5 sinif seçdim. Ctrl+C Word'a seçdim. Ekranı büyüttüm. Ctrl biraz aşağıdan başlığa yer kalsın. Ctrl+V hamısı gəldi düşdü bura, amma qarışıqdır. Hamısı qarışıq. İnşallah bax. Buradan sətirləri ayıra bilərsiniz. Buradan boş bir xana açdım. Bu xanaya gəldim. Görürsünüz burada yazılır split table. Buna vursam xana ayrılacaq. Bir-birindən ayrılacaq uşaqlar. Basıram və bir-birindən ayrılır. Gördünüz? Bax 9Z ilə 1C sinifini ayırdım. Və bunu işarətləyirəm və bunu silirəm. Bunun yuxarısı açıq qalıb. Xananın yuxarısı. Onu da oma gəlib buranı seçirəm və bura bununla onu bağlayıram. Bax, bağlandı. Oldu, getdi. Belə də eləyə bilərsiniz. Ya da ki gəldiniz. Ya bu cür nə eləyə bilərsiniz? Bir-birindən ayıra bilərsiniz. Ya da ki necə eləyə bilərsiniz? Sizə deyə başa salacağım mən. Qayıtdım əvvələ. Qayıtdım əvvələ və heç bir şey yoxdur. Görürsünüz uşaqlar. Belə Ctrl+V-ni basıram. Bütün yazılar gəlir. Görürsünüz. Və bunları bir-birindən ayırmaq. Hər sinifi ad dilinə ayırmaq. Ortaya çəkəyim əvvəl bunları. Ortaya çəkdik. Və gəldik buradan bir-bir onları siniflərə ayırmaq. Uşaqlar görürsünüz burada. Burada bir tane xana var. Görürsünüz o xananı. Siniflərə ayıracaq şimdi. Gəlirik bura. Buradan keçirik. Bu görürsünüz. Bunu mən bassam əgər buradan beləsini atacaq. Mən səhv yerdən ayırmışam. Ben bunu buradan ayırmalıyam uşaqlar. Görürsünüz. Buradan ayırmalıyam. Bunu bastım. Keçdi o biri xanaya. Görürsünüz. Bunda yuxarısı xətti qalıb. İndi onu da düzəldəcəm. O biri xanalara keçim tez-tez. Görürsünüz burada 1Z-dən 2Z-yə sinif keçir. Buradan da bir xana açıram. Gəlirəm, buradan ayırıram. Yuxarıda ayır var. Görürsünüz. Bura basıram və o biri xanaya keçir. Görürsünüz buradadır. Xanaların hamısı ayrı-ayrı. Sonra gəlirəm aşağı. Görürsünüz 2Z sinifi ilə 3A sinifi. Belə bir şey atıram. Bunları bir-birindən ayırıram. Bunu pozuram. Ben özüm belə edirəm ki, hər kəs başa düşsün. Görürsünüz 3A ilə 3B. Ayırdım. Kəsdim.
3B ile 4A sınıfı. Görürsünüz burada. Özüm böyle bir şey atıram şu görün. Gəlirəm yine kəsirəm. Buranı silirəm. 4A ile 4. B sınıfı. Görürsünüz uşaqlar. Buradan kəsirəm. Mesajlar gəlir. Ona baxmayın. Buradan ayırıram. Silirəm. Bu günləri internet çox pis oldu. Heç canlı yayın eləyəmədim. İnternet 2 dəqiqədən bir çökür. İnternet 2 dəqiqədən bir çökür. Kompüter qızır. Çox bərbad bir gün oldu. Amma yenə də sizə fikrimi çatdıracağım inşallah. Bax, hamısını bir-bir ayırdım. Görürsünüz, müəllim belə deyirdi. Bax, hamısını ayırdım. Hətta müəllim deyir ki, bunları bir-birindən eyni vərəqin içində ayırmaq. Mənim müəllim onu mənə dedi. Eyni vərəqin içində ayırmaq. Görürsünüz bunu. Bax, bu bir-birindən ayırır. Basıram, ayrılır. Müəllim bəyaları mənə dedi, amma məndə biraz fərqli yerdədir. Siz yenə axtarıb taparsınız. Split table. İstədiyiniz sınıfı istədiyiniz yerdən ayıra bilərsiniz. İndən belə videoları belə hazırlamaq lazımdır. Müəllim deyir ki, Excel'də olan başlıqları əlavə eləmək. Başlıqları da əlavə elərik. Çünki məndə onu mən yazdım, bir yerə yazmışdım başlığı. Başlığı belə gətirə bilərik uşaqlar. Amma başlığı biraz burada formatı başqadır deyə seçdik. Bu hamısını seçir. Belə seçsək, Ctrl C, Word-ə gəldim, Ctrl V. Baxın, belə bir şey atır. Məncə bu belə yaxşı çıxmır. Bunu biz yaxşı ki, başqa əlimizlə yazaq, sonra kopyalayaq, o birisi siniflərə də yapışdıraq uşaqlar. Fikrim çatdı sizə. Onun üçün məndə bu da hazır var idi. Hazır yazmışdım onu mən. Onu tez bazar. Sokrat eləməmişəm. Eybi yoxdur. Nəysə uşaqlar, oradakı sözü bura əlimizlə yazsaq daha yaxşı olar. Bax, mən bir misal çəkim. Balakənd rayonu. Əvvəl altından xət, biraz formatı böyüdək. Balakənd rayonu Albert Akarunov adına Qatex kənd tam orta məktəb yazdı. Tam orta mütəhsil məktəbi yazdım. Bir sətir aşağı çəkdim. 2024 2025 tədris
ili tədris ili üzrə şagirdlərin siyahısı. Şagirdlərin siyahısı. Belə yazdıq. Buradan belə bir şey gətirdik uşaqlar. Ki ortaya alınsın da. Bunu da hamısını seçdik. Ortaya aldıq. Bunun bir tərəfini biraz pozduq ki daha yox. Ya belə daha gözəl görürsüz. Formatı belə kopyaladıq. Uşaqlar formatı kopyaladıq. Gəlirik aşağı. Görürsüz burada. Bunun hamısını işarətləyirəm. Gəlirəm bura. Belə vururam ki. Bunu biraz aşağı çəkirəm ki. Yuxarıda yer olsun yazı yazmağa. Biraz daha aşağı çəksəm olar ki. Heç bir şey. Ctrl V. Buna düşdü. Ctrl V. Buna çox düşmür. Ha, burada bunun yeri yoxdur da. Yoxlayaq. Ha, düşdü burada. Burada da var. Uşaqlar. Burada bunun yeri yoxdur, görürsüz. Boş yer yoxdur. Bunu əvvəl düzəldim. Bayaqlar düzəltməmişdim. Bunu biraz tuturuq, aşağı çəkirik ki, yuxarıda başlığa yer olsun. Ctrl V. Bunu yazdım. Buna da biraz Ctrl V. Buna da yazdım. Gələm aşağı. Basıram. Cədvələ düzəldirəm. Biraz aşağı çəkirəm. Belə basıb ortaya da ala bilərsiniz. İndi mən tez bazara eləyirəm deyə. Bax, düşdü bura. Burada düşəcək indi. Burada adı düşdü. Bax, hamısı görürsünüz. Müəllim bu cür deyir. Bunu vururuq. Bunu da vururuq. Bunu da basırıq. Biraz aşağı çəkirik ki, başlığa yer olsun. Ctrl V. Görürsünüz, hamısı düşdü. Bu qədər. Bunu böyüdürəm. Uzaqlaşdırıram. Bax, görürsünüz uşaqlar. Hamısının başlığı var. Siniflər hamısı ayrı-ayrıdır. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Kimin nə sualı olsa WhatsApp-dan əlaqə saxlasın. Təşəkkür edirəm.